universiteti bitirdikdən sonra maşın sektoruna, maşın sferasına keçmək planlı idi, yoxsa təsadüfən bir də gördünüz ki, maşın sektorunun içindəsiz? Çox maraqlı bir sualdır. Məncə cavabı da maraqlı olacaq. Deməli, əvvəlcədən mənim bu sferaya marağım olub. Yəni mən uşaq vaxtdan belə avtomobilin üstündə hər hansısa bir təmir və sairə onu çalışmışam ki, özüm həyata keçirdim və bu sferaya maraqlı idim. Yəni valideynlər də bilirdi ki, avtomobilə maraqlıdır. O vaxt internet falan yox idi. Bu avtomobil haqqında mənim belə jurnallarım olurdu. Daim oxuyurdum onları. Yəni şəkillərinə baxmırdım, amma oxuyurdum. Məlumatlı idim bütün avtoistehsalçılardan və s. Və əsgərlikdən gəlmişdim. Bir neçə şirkətdə işləyirdim, yəni bir iş olsun, yəni bir sferanı, uyğun sferanı tapana kimi. Amma açığı deyim ki, belə bir ağlımda bir yox idi ki, avtomobil sferasına gələrəm. Düzdür, sahə sevdiyim idi, amma yəni onu düşünmürdüm. Bir dostum zəng vurdu, yəni artıq əsgərlikdən gəlmişdim, il yarımdır, 2 ildir belə. Dostum zəng vurdu ki, bəs bir avtosalon açılır, filialı açılır, yəni hal-hazırda məşhur brendlərdən biri idi. Bəs ora bir işçi lazımdır. İndi təsəvvür edin ki, işə gedəndə necə düşünürsən ki, maaş nə qədər olacaq, iş necə olur, məndən nə tələb olunur? Deməli, bu zəng gələndə nə maaş, adam telefonda danışırdı, nə maaş fikirləşdim, nə işi və dedim ki, yox, mən ora getməliyəm. Heç inan ki, maaşı eşitmədim, nə deyir. Getdim ora, o sahəyə mən düşüm. Çünki sahə sevdiyim sahədir. Sevdiyin sahədə də əgər işləyirsənsə, sən demək olar ki, işləmirsən də, yəni eyni zamanda işləyirsən, həm də işləmirsən. Yəni xoş vaxt keçirsən. Bəli, zövq alırsan. Və o filialda başladım işləməyə bir satış kimi, yəni satış təmsilçisi kimi. Çox qısa bir vaxtda, yəni 2 həftəyə bütün məhsulları mənimsədim. Yəni və sonra ondan sonra həmən şirkətin, həmən firmanın başqa filialına keçdim.